Sen. Ağaç ne kadar bar verende diğer başına aşağı eğir. El olmak lazımdı. Sade olmak lazımdı. Heh. Gelecek görək. Bizim bir 6-7 tane kırılmışımız var. Onlar gələndə biraz söhbət eləyə bilirik. Yəni izləyicilərimiz var da, daimi dostlarımız. Vallahi elə mən kimi dindirsən hamı deyir ki, yaşayışımdan razıyam. Şükür Allaha. Əsas can sağlığı olsun. Biraz da yaşamaq üçün 5'dən 3'dən pul olsun. Gerisi yalandır. Siz sağ olun, siz sağ olun, uğurlar. Hələ mən görməmişəm milyonçu olsun. Bax belə meşə ilə pul olan da ki, yaşayışından razı adam görməmişəm. Fede gəlir, yaş Fede gəlsin. Keçsin, biz də gedək. Canlıda adam var, yazan yoxdur, ay Tovuzlu. Vallahi mənim məsəl üçün istədiyim o şu müəyyən rayonlar var. Heç yəni ölkədən kənar yox ha, ölkə daxili gəzmək istədiyim yerlər var. O da vaxt yoxdur getməyə. Vaxt olanda pul olmur, pul olanda vaxt olmur. Hə. Mən görüm ha. Ha. Amin ay xanım, amin qadan qalım, amin. Ay, mənim üzümü qara torpaq görsün, mənim üzümdən nurmu var, sağ olmuş. Mənim üzümün nəyini görəcəklər? Mənim üzüm bütün gün görürlər də, biraz da qoyunlar görsün. Kənd deyirəm ey sizə, kənd. Qaz ışığı yox, yol izi yox, internet yox, Wi-Fi yox. Belə kənddən axtarsanız Azərbaycanda bəlkə bir ədəddir, o da bizdədir. Yaxşı, Fəhrat baba da qoyun aparsın, uşaqlar. Mən də bir dənə babruzu yandırım. Gedim bir çay içim gəlim, ən azından heç olmasa bir 50 cələk yer suluyum. Saat neçədir? 8-ə işləyib. Yaxşı, kişinin qoyuncası qarışa gedir. Allah eləməsin hazır qardaşım. Sən istəməyənlərin üzü qara torpağı görsün. Amin, amin. Sağ ol ay Asya. Bəyəklərin bir canlı vardı. Səni orada gördüm. Və deyirdin bu mənim xına yaxdım da, toyum da, qadın qalım. Cahamat yeyib-şimək gözləyir, sən də canlıda kef eləyirsən.